Hər birinizə salam. Yeni videomda hər birinizi xoş gördük. Çoxdandır çəkmək istədiyim bu video ilə qarşınızdayım. Bu qədər kitabın hamısını oxumuşam. Gəlin birlikdə analiz edək. Deməli, bu kitablar evimizdə olan kitabların 70%-ni təşkil edir. Həm oxuduğum, həm də oxumaq istədiyim kitablar var. Elə isə başlayaq ən yuxarıdan. Rövşən Abdullahovun Bu şəhərdə kimsə yoxdur əsəri. Bu əsər mənim üçün xüsusi bir yer tutur. 9 dilə tərcümə edilib. Psixoloji bir romandır və mən İstanbulda olanda kitab mağazalarının birində bu kitabın türkçəsini görmüşdüm və çox qürurlanmışdım. Həmçinin kitab sərgisində Rövşən Abdullahoğlu ilə keçirilən görüşdə bir xanım öz fikirlərini bəyan edərkən demişdi ki, bu əsəri çox ağladım, dəhşət, təsirli əsər idi və mənim yaddaşımda da qalmışdı və çox sağ olsun, qardaşım mənə kitab hədiyyə etmək istəyəndə bu kitabın adını vermişdim. Öncəliklə başlayayım kitab oxumaq. Bundan 2-3 il öncəsinə qədər mən kitabları alıb evdə oxumağı sevmirdim. Necə? Yəni mən kirayə alırdım, kitabları oxuyub daha sonra geri qaytarırdım. Belə bir düşüncəyə sahib idim ki, biz kitabları alırıq, oxuyuruq və evin bir hissəsində qalır. Və o kitabda sanki sadəcə bizim təəssüratlarımız, bizim hisslərimiz kombinasiya edilmiş şəkildə elə orada da qalır. Yəni başqası o kitabı oxuya bilmir, başqası da mənlə eyni və yaxud da ki, fərqli hissləri yaşaya bilmir və kitaba olmuş, necə deyim, bir xəsislik hissi kimi düşünürdüm. Yenə də hər kəsin öz düşüncəsi. Daha sonra fikirlərim bu yöndə dəyişdi. Çünki mən özüm nə qədər kitab oxuyuramsa oxuyum, unudan biriyəm. Bəli. Yəni kitabı bir il öncə də oxusam, yalnız bəzi yerlərindən başqa unuduram. Buna görə kitabları unutmayam deyə hətta bloknot tutmuşam və adlarını yazıram. Əvvəllər hətta kitabın qısa özətini də yazırdım. Amma bir yerdən sonra yazmadım. Bəli, bu əsərə qayıtdıqda isə, bu əsəri mən 2025-ci ildə başlamışam oxumağa noyabr ayında. Amma hələ də bitirməmişəm. Desəniz ki, niyə bitirməmişsən? Çünki bu əsər çox bədbin, çox üzgün bir insanın həyatından bəhs edir və hələ də pozitivə doğru nəsə yoxdur. Yarıya qədər oxumuşam, bilmirəm. Oxuyub bitirəndən sonra fikirlərimi sizlə bölüşəcəm. Və Rövşən Abdullahovunu çox sevirəm, süjet xəttini və burada da ən sevdiyim əsərlərindən biri var. O əsərin haqqında danışacağam. Daha sonra keçid edək, Patrik Süskindi. Bu kitabın filmini izləmişəm. Ona görə kitabını oxumağa da həvəsim olmadı. Amma niyə var evdə bilmirəm. Çox da təsirli bir şey deyil. Bir qatilin tarixçəsidir. Bir qadının qoxusundan təsirlənir və daha sonra şəhərdə bütün qadınları öldürərək onların bədənlərindən dux hazırlayır. Niyə də hər kəsin öz seçmir? Bəlkə kiməsə görə mənalı bir kitabdır. Bu kitabda isə kim deyir ki, bacarmazsın, bacararsan. Beynəlxalq bestsellerdir. Mən də oxuyurdum yarıya qədər. Və bir yerində deyir ki, kitabı 3 gün sonra oxuyun. Bəli. 3 gün yəni sizə tapşırıqlar verir, deyir ki, bu tapşırıqları edin. Yəni mənfi düşüncədən müsbət düşüncəyə doğru, bilinçaltının gücündən və sizin nələrə qadir olub olmadığınızı özünüzdən daha yaxşı heç kəs bilmir. Belə bu kimi, bu tipli kitabdır. Birinci oxuyurdum. Və daha sonra qardaşımla müzakirə zamanı çox gözəl bir yerə toxunduq. Mənim toxunduğum, amma fikir vermədiyim, çox da fikir vermirdim. Amma o elə gözəl nöqtəyə toxundu və mənə dedi ki, özü bu həyatda rol model olmayan, yəni özü heç bir şeyə nail olmayan bir insanın öz həyatı, yaşayışı bizim üçün normal deyilsə, bizim üçün yəni anormal bir həyat yaşayırsa, onun yazdığı və yaxud da ki, onun rol model olaraq göstərildiyi bir kitab bizə nə vəd edə bilər? Belə bir sual verdim. Və gördüm ki, deyir. Bu kitabda içkiyə qurşanmış, həyatdan küsmüş bir insanın daha sonra necə bir uğurlu insana çevriləcəyindən danışır. Bəli. Və onun, yəni özünün yazdığı, səhv etmirəmsə, çünki 2 il öncə oxumuşam. O kitabdan bəhs edir. Ona görə yarım buraxmışam bu kitabda. Deyəsən yarımçıq kitablarımdan davam edəcəyik. Daha sonra Stefan Zweig Satranç oxumamışam. Bu kitabı da oxumaq istədiklərimin arasındadır. Bəli.
Rövşən Abdullovun Reyslər üzərinə uzanmış adam. Anam da öz kanalında bu kitabdan bəhs edib. Yəni bu çox təsirli əsərdir. Bu əsəri oxuyanda çox fərqli hisslər keçirdirəm. Öncəliklə bir söz demək istəyirəm ki, mən kitab oxuyanda, yəni sadəcə bugün kitab oxumaq istəyirəm, əlimə alım bir kitab oxuyum deyil. Mənə görə kitab oxumaq, mütaliə etmək, mən həmin dövrdə hansı psixologiyadayam, hansı hisslər içərisindəyəm. Yəni mən çox yaxınım mənə Min Möhtəşəm Günəş əsərini məsələn tövsiyə etmişdi. Mən ona dedim ki, mən mental sağlamlığımı yenicə bərpa etmişəm. Yəni yenidən hər hansısa bir ağır, təsirli kitab oxumuşdum. Demişdim ki, onun təsirindən çıxa bilmirəm. Elə deyəsən bu kitab idi. Və yenidən başqa bir kitabın təsirindən düşsəm, artıq bu mənim mental sağlamlığıma ziyan vuracaq. Və baxıram ki, mən o kitabı oxuya biləcəm. Mən o kitabı oxuya biləcək bir psixologiyadayam və yaxud da ki, o kitabı oxuyub dərk edə biləcək bir mühitdəmiyəm. Bunu düşünürəm, daha sonra oxuyuram kitabları. Bu kitabda da ətraflı şəkildə anam öz kanalında izah edəcək. Amma mən də öz fikrimi bildirmək istəyirəm ki, müharibə zamanı insanların həyatından, necə acınacaqlı bir həyat yaşadıqlarından və yenə bədbin insanın həyata geri dönüş hekayəsidir bəlkə də bu. Və insan çox şey tapır bu kitablarda, düzdür. Yəni sizin onunla psixologiyanız eyni ola bilər, olmaya da bilər, amma sizin o kitabı oxuyub özünüzə nə qatmağınızdan asılıdır çox şey. Mark Levy qorxudan daha güclü hiss. Yenə yarımçıq qoyduğum kitablardan biri daha. Niyə yarımçıq qoymuşam? Çünki həmin vaxtlar mən düzgün zaman seçməmişdim. Mənim həmin vaxtda etməli olduğum çox şey var idi. Mən isə bu kitabı oxumaya başlamışdım və yarımçıq qoydum. Və yarımçıq qoyduğum bir şeyi geri dönüb edə bilmirəm. Çox pis bir xüsusi özəllikdir məncə. Yəni hələ də o tilsimi qırıb bu kitabı oxuya bilmirəm. Alpinistlərin həyatından bəhs edir, keçmişdə yaşanmış bir təyyarə qəzasından bəhs edir. Belə qısa özət olaraq keçim. Daha sonra Gülşən Kılıçaslan Deli kitabı, bu Wattpad'dən çıxma kitabdır. Mən bu arada Wattpad oxumağı çox sevirəm. Burada elə Wattpad'dən bəhs edim. Bəli, Wattpad'lə tanışlığım 8-ci sinifdən bəridir. Wattpad'də sayısız kitab oxumuşam. Burada gördüyünüz kitabların bəlkə də 10 qatını oxumuşam Wattpad'lə. Və çox sevirəm. Mən hər dəfə gecələr hamı yatanda mən Wattpad'dən kitab oxuyurdum telefondan. Gecə saat 3, 4 mənim üçün fərq etmirdi. Əgər o kitaba başlamışamsa, aslıq yaradırdı məndə. O kitabın sonuna çatana qədər oxuyurdum. Və Wattpad'dən çıxan kitablardan biridir və bu kitabın mənim üçün xüsusi yeri var. Niyə? Mənim bir rəfiqəm var idi. İndi həyatda deyil, vəfat edib. Həmin rəfiqəm bu kitabın 3 səhifəsini oxumuşdu və demişdi ki, o vaxtlar 8-ci sinifdə oxuyurdum mən, 2017-ci ildə. Wattpad'də hər hansısa bir kitab redaktorlar tərəfindən bəyənildisə, yayımdan qaldırılırdı. 2-3 bölüm gedəndən sonra dayandırılırdı və Wattpad'də verilmirdi. Yalnız kitab mağazalarından əldə edə bilirdik. Və o vaxtlar bu kitabı əldə etməyimiz mümkün deyildi. Və o bu kitabı çox bəyəndiyini demişdi. O vəfat edəndən sonra elə 2017-ci ildə vəfat etdi. Ondan sonra bu kitabı alıb oxumağı istəmişdim. Aldım və oxudum. Çox maraqlı kitabdır. Yenə bu kitab anamın çox sevdiyi bir kitabdır. Oxumamışam, oxumaq istəyirəm. Çox maraqlı gəlir. İnşallah ki, oxuyaram. Daha sonra bu kitabda həmçinin oxumadığım, oxumaq istədiyim Alagözlü Cəlilə kitabı. Göstərdiyim, oxumadığım kitabları aranızdan kimsə oxuyubsa, şərhlərdə fikirlərini bölüşsə çox sevinərəm. Mənə də fikir olsun. Bu kitab Qom Fırtınası, James Rollins. Bu kitab da çox maraqlıdır mənə. Hətta əsrarəngiz partlayış Londonda muzeydə qorunan köhnə əsərlərdən birini yox edir və bütün dünyadakı gizli təşkilatlarda təhlükə zəngləri çalınmağa başlayır. Bu kitab mənə çox maraqlı gəlir. Arxasından oxuyan kimi almağa qərar vermişdim və hələ də oxumamışam. 2025-də əldə etmişəm. Yenə aranızdan bu kitabı oxuyan varsa, şərhlərdə gözləyirəm.
Daha sonra hamının bildiyi Dostoyevskinin məşhur əsərlərindən Suç və Cəza. Bu kitabı da çox oxumaq istəyirəm. Amma məndə belə bir yenə özəllik var ki, türk dilində məişət üslubunda yazılmış kitabları oxuya bilirəm. Məsələn, Wattpad kitablarını rahatlıqla oxuya bilirəm. Amma belə bu kimi əsərləri sanki elə üslubda yazılır ki, mən yoruluram, tıncıxıram. Yəni ona görə Azərbaycan dilinə tərcüməsini oxuyuram. Bilmirəm, bəlkə də mən beləyəm, çox tez sıxılıram. Ya da ki, mənim üçün məsələn onların bəzi sözləri, tanış olmayan sözləri olur ki, bədii dildə yazılanda. O sözləri görüb və yaxud da ola bilər ki, sıxılıram, tıncıxıram. Olası bir ehtimaldır. Ona görə yəni çox da türk dilində elə bədii yazılan kitabları oxuya bilmirəm. Bəli, bu kitabı da biraz ona görə ön yarğılıyam. Amma düşünürəm ki, çox belə 3-4 günə bitirə biləcəyim bir kitabdır. Bu arada mən sevdiyim kitabdırsa 8 saata da bitirmişliyim olub. Ən tez bitirdiyim 8 saat olub. Bəli. Və hətta heç bir işim olmasa 4-5 saata da bitirərəm deyə düşünürəm. Bəli. Daha sonra Harry Potter. Hamının bildiyi. Mən uşaqkən izləmişəm. Yadımdan çıxıb demək olar ki, heç bir şey qalmayıb yadımda. Və bu kitabı oxumaq istəyirəm. 50%. 50% də içimdən bir səs deyir ki, məncə izlə, daha sonra oxu. Bilmirəm. Bu da bir kitab var, indi göstərəcəm. Həmin kitabımda ilk öncə filmini izləmişəm. Daha sonra kitabını oxuyacam. Hələ oxumamışam. Daha sonra gəlirik Elxan Elatlı serisinə. Elxan Elatlının kitablarından bəhs edərkən, Elxan Elatlı mənim sevdiyim yazıçılardan biri olub. Və xüsusilə qeyd etmək istəyirəm ki, Elxan Elatlının kitabındakı vətənpərvərlik hissi, bəlkə də başqa yazıçılarda bu hissi ala bilmərik. Yəni, o qədər gözəl vətənpərvərlik hissi aşılayır ki, kitablarında. Yəni, oxuyanlar bilir. Ələmdar məncə hamımızın favorisidir. Yəni, buna görə çox sevirəm. Sadəcə kiçik bir xüsusi qeydim var ki, kitabları ilə bağlı. Bəzən mənə görə daha aşırıdır. Yəni, bəzi xəyanətlər, bəzi qadınlar barəsində yazılanlar mənə görə biraz aşırıdır. Ola bilər ki, bu kiminsə həyat hekayəsi olsun, kiminsə həyatı olsun. Amma mən artıq mənə maraqlı gəlmir, sıxıcı gəlir, oxuya bilmirəm. Artıq oxumaq istəmirəm o tip kitablarını. Və mənə görə Elxan Elatlının şedevr əsərləri, 3 şedevr əsəri var. Birinci 14-cü adam, ikinci Qazinin ölümü, üçüncü isə alternativ əməliyyat. Başlayaq 14-cü adamdan. Hər bir gənc 14-cü adam kitabını oxumalıdır. Çünki həmin kitabda bir gənc öz həyatı ilə qumar oynayır. Bu bildiyimiz qumar deyil. Rayondan Bakıya oxumağa gəlir və rayondan ailəsi onun evlənməsi ilə bağlı təkidlər edir, evlənməsinə görə sıxışdırırlar, belə deyək. Və o nə edir? Axşam fikirləşir ki, mən nə edə bilərəm? Deyir ki, səhər gedim, institutun qapısından gələn 14-cü adamla, o 14-cü, niyə 14? Orası kitabda daha ətraflı yazılıb. Mən bu dəqiqə ağlımda deyil, doğrusu. Amma orada da bir qısa nüans var idi ki, niyə 14? Bəli, həmin axşam nəsə qərar verir, ona görə 14-cü adam. Gedir və özü ilə birlikdə özünü də sayır. Özünü saydığına görə 13-cü gələn adamı 14-cü adam bilir. Əslində, xoşu gəldiyi bir qız olur institutda. Amma hisslərini açıb deyə bilmir həmin qıza. Ona görə deyir ki, elə mən ən yaxşısı 14-cü adamı sayım. Həmin qapıdan girən 13-cü adam onun öz xoşuna gələn qız olur. Daha sonra 14-cü gələn onun saydığı 14, onun bütün həyatını alt-üst edəcək, bütün həyatını məhv edəcək həmin insan olur. Bəli, özünü saysaydı 14-cü adam elə xoşuna gələn qız olacaqdı, başqa bir həyat yaşayacaqdı. Yəni, ən azından bu qədər həyatı məhv olmazdı. Çox da spoiler vermək istəmirəm. Əldə edib oxusanız, möhtəşəm əsər. Daha sonra Qazinin ölümü, 44 günlük vətən müharibəsində yaşananlardan bəhs edir. Həmçinin alternativ əməliyyatda hər iki kitabı. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Yəni, bir qazinin həyatının
necə əvvəlki kimi olmadığını, onun bütün həyatında dəyərli olan insanların onun həyatından necə çıxdığını və onun faciəvi ölümündən bəhs edir. Çox təsirlənmişdim. Həmin kitabın 2-3 gün təsirindən çıxa bilməmişdim. Sanki o oradaymışam kimi hiss edirdim. O oğlanın çarəsizliyini, həyatındakı o yaşadığı bütün hadisələr, yəni tək-tük kitablar olur ki, mənim tamamilə yadımda qalır. Qazinin ölümü də çox təsirləndiyimə görə tamamilə yadımda qalıb bütün hadisələr. Daha sonra alternativ əməliyyat, aksiyon dolu bir kitabdır, bəli. Düzdür, Ələmdarı hamımız çox istəyirik, amma Ələmdarın da o bəzi hərəkətləri olmasaydı kaş deyirəm. Bəli, buna görə biraz, yəni Vaşaq ləqəbli idmançıdan bəhs edir. Ələmdarın döyüş klubunda adını unutmuşam. Bəli, deyirəm, çox da yadda saxlaya bilmirəm. Bəli, oxuyuram, məğzi yadımda qalır, amma detalları unuduram. Neyniyək, mən də beləyəm. Bəli. Daha sonra burada olmayan, amma oxuduğum çox əsəri var. Şantaj da buna daxildir. Cəhənnəmdən gələn səs çox təsirlənmişdim. Şantajı da məncə hər bir gənc qız oxumalıdır. Yanlış bir qərarın, yanlış bir seçiminin şantaja gətirib çıxardığı və şantajı onun necə həyatının məhv olduğunu bariz şəkildə oxuyuruq. Daha sonra Elxan Atlının, yadıma düşərsə deyərəm, çox əsərini oxumuşam. Bəli, keçid edim burada olan kitablarına. Qan ləkəsi. Burada da şedevr əsərlərindən də əslində nə mənada. Vətənpərvərlik hissini dərindən hiss edirik. Vətənpərvərlik hissinin çox gözəl əsərdir. Yəni, hələ finalı super idi. Bəli. Daha sonra Elxan Atlı Xəyanət. Bu kitab sayəsində mən heç kəsə güvənmirəm. Elə bir şəkildə olayları bir-birinə bağlayır ki, çox sağ olsun, bütün güvənimizi və etibarımızı sındırıb insanlara qarşı. Xəstə ruhlar bu kitabını oxumamışam. Oxumağa marağım yoxdur. Məsələn, bəlkə bir gün oxuyaram. Bilməyəməz. Ölüm ağacının kölgəsində yenə iki gəncin bir-birinə olan sevgisindən bəhs edirdi. Bunu da çox 8 ya 9-cu sinifdə oxumuşam. Sizə deyim, 2017-2018 üstündən 8-9 il keçib. Məğzi o qədər çox yadımda qalmayıb yenə. Amma gözəl əsər idi. Sevmişdim, bəyənmişdim. Təsiratlarım yadımda qalır. Biraz əyri oldu. Niyə Susursan Polkovnik? Bu əsər də yadımdadır. Bəli, yadımdadır. Bu əsər insanların biz bəzən tez görünüşünə görə, həyatını görünən hissəsinə görə yargılamağı sevirik. Görürük ki, bu belədirsə, demək ki, belə biz bu fikirdə olmalıyıq onun haqqında. Burada əslində həmin qızın həyatının görünən hissəsi və görünməyən hissəsi var. Və ön yargılı olmamağı, əslində görünən hər şeyin görünməyən üzünün olduğunu açıq şəkildə göstərir. Mən də niyə Susursan Polkovnik sualına cavab tapmışdım. Məncə oxuyunca siz də tapacaqsınız. Və Elxan Atlının ən sevdiyim imzalı əsərimdən biri Ən Yaxın Planetdir. Və bu əsərdə təəssüflər olsun ki, mən də deyil, yaxın ətrafından birini oxumağa vermişdim. Çatdırıb çəkə bilmədim. Bu kitabı da qoyaq. İtmiş qızın axtarışı. Bəli, bu kitabı da oxumuşam. Qısa kitabdır. Yenə insanlara olan güvənimiz zədələnir. Öz qardaşı tərəfindən qaçırılmışdı. Qız adımdadır. Yadımdadır. Bəzi nüanslar var ki, nə olur olsun unutmuram. Adını belə unuda bilərəm, amma nüansları unuda bilmərəm. Sonra keçid edirik Mürad Çağrı Aktaş, yenə də sevdik. Bu kitab necə olmuşdu? Mənim yoldaşım o vaxt Türkiyədə oxumağa hazırlaşırdı, YÖS-də oxuyurdu. Və mənə demişdi ki, mənə Türkçə kitab lazımdır, bizə kursdan tapşırıblar ki, Türkçə kitab oxumaq lazım. Mən də əlbəttə ki, o mənə roman, hekayə və yaxud da ki, psixoloji bir kitab tapşırmışdı. Mən nə etmişdim? Gedib oxuma projesi olaraq belə qısa, çox nazik kitab almışdım. Bəli, oxuya bilməmişdi. Daha doğrusu yarısına qədər oxumuşdu, amma həmin kursda istifadə edə bilmirdi. Bu kitabı da oxumamışam, oxumaq istəyərəm. Belə qısa-qısa hekayələrdən bəhs edir. Bəli. Və burada oxumadığım, daha doğrusu olmayan kitablar da oxumuşam. Gökyüzünə not və Sən 17 yaşımsan. Deyərsən, Sən 17 yaşımsan Mürad Çağrı Aktaşa aiddir.
Və elə mən 17 yaşımda oxumuşdum həmin kitabı. Və mən düşünürəm ki, bəzi kitablar tam da zamanında gözəldir. Yəni mən onu 17 yaşımda oxumuşdum və o hissləri keçirtmişdim. Mənə gözəl təəssüratlar bağışlamışdı. Mən indi oxusam məsələn mənə cringe gələ bilər. Belə eləyə bilərəm də. Yəni eyni hissi vermir mənə görə və yaxşı ki elə vaxtında oxumuşam bu kitabı. Gökyüzündə not kitabı da məsələn mənə görə çox romantik idi, amma indi oxusam məsələn belə İllər keçsə sanki ketumlaşıram. Bilmirəm, nəysə. Bu kitablar artıq A1, A2 səviyyə ingilis dili kitablarıdır. Belə göstəriyorum sizə. Bunları da tamamilə oxumamışam, amma yarıya qədər oxumuşam. Məsələn, avtobusda falan oxuyurdum ingilis dilini inkişaf etdirmək üçün. Bəli. Daha sonra təbii fəlakətlər, bunu da oxumamışam. Tarixi yanlışlıqlar, bunu da oxumamışam. Elif Şafaq aşk kitabı. Oxumamışam, amma çox məşhur bir əsərdir. Oxuyacağam. Son günlərdə viral olan həmin filmin kitabı. Orhan Pamuk, Məsumiyyət Muzeyi. Filmin çox toksik, çox cringe olduğunu bilirəm. Bəli, çoxu deyir ki, mən yarıya qədər belə baxmadım. Filmə baxmamışam. Çox güman filmə birinci baxacağam, sonra kitabı oxuyacağam. Bəli. Əslində mən bunu sevdiyimi fərqinə vardım ki, birinci filmə baxıb kitab oxumağı daha çox sevirəm. Filmini izlədiyim, kitabını oxumadığım bir kitab daha. Səndən öncə mən. Bu kitabın da filmini çox sevmişdim, çox təsirlənmişdim. 19-20 yaşlarımda oxumuşdum. Çox təsirli bir film idi, bəli. Daha sonra keçid edirik burada olmayan amma oxuduğum kitablar. Bəli, bu bloknotumda burada olmayan amma oxuduğum kitablar var. Bəli, Elxan Əyatlı'nın, birinci başlayırıq Elxan Əyatlı'dan, Bakıdan gələn xəfiyyə, eksperiment əsəri, burada yoxdur amma oxumuşam. O da çox gözəl bir əsər idi. Qambay Qasımlının xəfiyyələrini oxumuşam. Daha sonra bu qədər Varis. Mənim romantik, çox sevdiyim yazıcım. Yəni gözümdə gülüş yaranır. Həmin çox gözəl əsərləri var. Yəni Varis deyən kimi ağlıma uzaqdan gələn yağış kitabı düşür və səni əvəz eləmir mahnısı. Bu qala daşlı qala mahnısı. İkinci kursda oxuyanda 2021-2022-ci illərdə oxumuşam Varisin kitablarını. Uzaqdan gələn yağış kitabı o qədər gözəl əsərdir ki, sonu çox hüzünlə bitir. İki gəncin qovuşa bilmirlər, onunla bəhs edir. Çox təsirli əsərdir. Sonuncu ölən ümidlərdir. Bu kitabın real bir hadisələr əsasında yazılması, yəni bir insanın həyatının olması çox təsir edir. Çox üzülürsən həmin kitabı oxuyanda ki, həmin qızın başına gələnlər çox təsirlidir. Və bəli, ikinci kitabı da var, Son Məktub. Düzdür, Son Məktub kitabı mənə görə gərəksiz idi bəzi şeylər. Niyə gərəksiz idi? Tam bir nəticə ala bilmədik. Sona elə yerdə bitdi ki, üçüncü kitab da yoxdur və suallar veri-veri qalmışam. Görəsən necə bitdi? Nə oldu? Yəni bir nəticə ilə bağlanmır Son Məktub. Yəni Son Məktubda sadəcə ikisinin də yaşantısından bəhs edir və olaylar çox sakit axarında gedir. Nəsə eniş çıxış məncə olmur. Yəni bir-iki səhifə oxusanız Son Məktubdan kifayətdir. Amma sonuncu ölən ümidlərdir. Çox gözəl təsirli əsərdir. Yenə yəni mənim üçün təsir edən kitablardan biri idi. Yaşıl üzlü gündəlik. Təxəyyül məhsulu olsa belə. Yenə də onun da sonu məni çox üzmüşdü. Yenə də həmin qızın başına gələnlər çox təsirlənmişdi. Elxan Əyatlı'nın Şantaj kitabı ilə Yaşıl üzlü gündəlik kitabının həmin baş rollarının çox üzülmüşdüm. Çox təsir edici kitablardandır. Sənə inanıram kitabı boş-boşuna vaxt itkisi idi. 2-3 saata bitirmişdim deyəsən. Yəni çox məncə hadisələr bir-birinə çox da bağlanmadı. Elə yerdə bitdi ki, çox da detallandırılmamış idi və çox mənasız gəldi mənə əslində. Və bəli, daha sonra keçirik. Çingiz Abdullayev Mavi Bələklər yarıya qədər oxumuşam. O da gözəl əsər idi. Yarıya qədər oxuyub bütün olayları çözmüşdüm, ondan sonra oxumamışdım. İkiqay kitabı. İkiqay ilə bağlı ayrı bir video çəkəcəm. Məncə mütləq oxumalısınız. Sonra bitdi. Bu qədər. Daha adını unutduğum, demədiyim çox kitab var. Oxuduğum.
saysız kitablar var. Və Wattpad-dən oxuduğum, əgər sizin üçün maraqlıdırsa, buralara yerləşdirərəm. Gökçən, Bülbül Kapanı, Loresimadan. İndi Demir Zambakı oxuyuram. Çox maraqlıdır mənə görə. Loresimanın yazış tərzi sevirəm. Daha sonra başqa dəfələrlə oxuduğum yoxdur, amma təsirləndiyim var. İndi yadımda deyil. Əgər yadıma düşsə, şərhlərdə bölüşəcəm. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Mən kitab oxumağı çox sevirəm və ümid edirəm ki, siz də beləsiz. Və mənə təsirləndiyiniz, təsirindən çıxa bilmədiyiniz kitabları tövsiyə etməyinizi xahiş edirəm. Hansı kitabları oxumusunuz, nə hisslər yaşamısınız, çox maraqlıdır mənə. Xahiş edirəm, şərhlərdə bölüşün, mən də oxuyum. Çox sağ olun, sona qədər izlədiniz, vaxtınızı ayırdınız, abunə olmağı, bəyənməyi unutmayın. Gələn videolarda görüşənədək.